Salam qızlar, hər vaxtınız xeyir. Bugün mənim üçün özəl bir gündür, çünki mən çəkilişə gedirəm. Düzdür, bundan əvvəl də bir neçə çəkilişdə olmuşam, amma ödənişsiz olub və yaxud da çox az bir məbləğlərdə iştirak etmişəm. Bu dəfə isə elə deyil. Mənim üçün xəyallarım bir gerçəkləşdikcə istəyirəm ki, burada sizinlə də paylaşım. Çünki mənim sizinlə bunu paylaşmaq çox xoşuma gəlir. Səhər oyandım, kameramı aldım əlimə və dedim ki, birlikdə hazırlaşaq. Sizinlə bugün birlikdə bir vaxt keçirək. Üzümdə makyaj olmasa da səhərlər üzümü gellə yuyuram. Yaxşıca dərindən təmizləyirəm. Burada da elə bilirəm ki, quru salfetka qutarıb ona görə dəsmalla silirəm. Amma sonra fərqinə varıram ki, evdə quru salfetka var imiş. Yəni üzümü dəsmalla silmək tərəfdarı deyiləm. Lütfen bana öyle şeyler söyleme. Arxada isə Adil güləşə-güləşə yemək yeyir. Onun səsi də gəlir. Aga kimdə ki görən çıxanları da aparsaydı. Dünənləri duş aldım, saçımı qurutdum, amma bugün makyaj etməyəcəm. Sadəcə dərimi və göz altlarımı, eyni şəkildə də dodağımı yaxşıca nəmləndirirəm. Mən sizə söz vermişdim ki, kanalım, yəni YouTube kanalım 10.000 izləyiciyə çatan kimi Instagram açacağam ki, siz də məndən bunu dəfələrlə soruşurdunuz ki, Instagramı artıq aç. Və bilmirsinizsə, son bir həftədir ki, artıq Instagramım açıqdır. Məni oradan da takip edə bilərsiniz. Sizin üçün link qoyacağım açıqlama qismindən. Mütləq ora keçib məni takip alın və dəstək olun qızlar. Gəldim, çıxdım salona və burada özümə baxıram ki, makyajsız necə də solğun görünürəm. Birazdan amma qəşəng makyaj eləyəcəyik. Heç nə seçməmişəm. Onlara həvalə edirəm və sağ olsunlar ki, çatar-çatmaz mənə çay təklif elədilər. Burada isə saçımı etməyə başladılar və bitirdik. Bunları sizin üçün çəkmirəm ayrı-ayrı, çünki bunların hamısını Instagramda məni takip edərək baxa bilərsiniz. Son yekunlaşmış halını orada paylaşacağım, mütləq baxın. Burada isə saçımın qalan hissələrini də vururuq və keçirik artıq aksesuarlara. Düzdür, burada az-çox makyajım bilinir, amma tam versiyası daha gözəldir. Baxın, burada biraz sizin üçün çəkdim, amma çəkdiyimiz çəkilişləri və şəkilləri görmək istəyirsinizsə, mütləq Instagramda məni takip eləyin və yorumlarınızı əsirgəməyin. Sizin dəstəyinizi orada da gözləyirəm. Çəkilişdən çıxdım qızlar, bilmirəm, küləkdə məşidirsiniz yoxsa yox, amma makyaj bu çox bəyəndim. Səhifələrini altda açıqlama qismində yazacağam. Əgər salon və yaxud da saç makyaja getmək istəyirsinizsə, mütləq məncə gedilməsi yerdir. İndi isə qatıram Adelin yanına. Onun hərəkətinə bax. Adel, nə inirsən? Sənin xalçayla nə işin var? Gülür pis-pis. Və gəldim, evə çatdım. İndi makyajımı siləcəyik. İnanın ki, bu makyajı hələ gedib, yəni dodağım gedib, highlighterlərimi yiyib gedib, yəni göz makyajım qalıb. Amma ki, makyajı çıxartmaq istəmir adam. Əsasda qəşəng makyajlar olanda insan qıya bilmir. Amma üzüm artıq dincəlməlidir deyə düşünürəm. Ona görə də gəlin makyajımı birlikdə çıxardam. Birinci başlayacağım kipriklərdən. Baxın, kipriksiz də çox qəşəngdir. Bu arada məni Instagramdan takip eləmirsinizsə, Instagramdan mütləq takip edin. Orada paylaşmışam. Çəkilişin tam versiyasını görmək istəyirsinizsə, orada məni takip edin. Bu arada Ulka mənim həm də toy saç makyajımı, daha doğrusu makyajımı, saçımı isə Aysel etmişdi. Mütləq səhifələrinə baxın. Əminəm ki, ədiklərini çox bəyənəcəksiniz. Yenə də mən adlarını aşağıda açıqlama qismində Instagramlarını qoyacağım. Bəlkə sizin ehtiyacınız olar. Vizajist axtararsınız. Mən məsləhət görürəm. Çox bəyəndim. İndi isə birinci üzümü yağla, yağ bazlı Dermanın yağı ilə çıxardacağım. Amma əvvəlcə gəlin saçımı yığım.
Yenə əvvəlcə yağdan alacağım əlimə. Yağı belə istifadə edirsiniz, əlinizə alırsınız, quru formada makyajınızı çıxardırsınız. Buna makyajı əritmək də deyirlər, baxın. Üzümə gel olaraqsa Propia'nın üzümə gelini istifadə edəcəm. Baxın, əslində üzüm təmiz görünür, amma ən sevdiyim adım tonik istifadə eləməkdir. Zepress markasının, sizə demişdim, görsə az qalıb, təzəsini istifadə edəcəm bu bitəndən sonra. Amma indi hal-hazırda bunu istifadə edirəm. Yağlı dərilər üçün olanı belə sarı rəngdə olanıdır bu arada. Mənim dərimdə yağlıdır. Ən sevdiyim adım makyaj təmizləmədə budur. Çünki dərindən təmizləyir və üzdə qalan, məsələn biz üzümüzü yağında bu saç diplərini, boyun ətrafımızı, mən burama da şey deyiblər, makyaj, onu da təmizləməliyəm. Birinci üz ətrafımı silim, sonra oranı toniklə silərəm. Burada qalan bütün tananilər silmək lazımdır. Və üzümü də toniklə sildim. Həm də toniklə siləndən sonra belə bir parlaqlıq da verir və dərindən bu hissələrdə burada qalan bütün tananini çıxardır. İndi isə keçək nəmləndirmə qisminə. Nəmləndirəcəyim dəyişmir. Ümumiyyətlə bir məhsul istifadə edəndə bitirənə qədər istifadə edirəm. Əsasda üz baxımında. Əgər sevirəmsə, vəbşə. Məsələn, Hemişin bu göz kremini çox sevirəm. Dəfələrlə göstərmişəm. Düzü qiyməti indi qalxıb 40 manata. Mən alanda 25 manat idi. Amma yenə də bu qiymətə dəyər. Çünki uzun müddət istifadə olunur. Və əsas odur ki, göz kremi işə yarasın. Çünki üzümüz, dərimiz quruyur və ona yaxşı baxmaq lazımdır. Göz altlarımı nəmləndirirəm. O qədər yorğunam ki, görünmür kamerada görən. Adil bu arada bu atası ilə qalmışdı qızım. Anası getmişdi çəkilişə. Atası ilə takılırdı. Üz nəmləndiricimdə Farmstay'indir. Bunu da dəfələrlə göstərmişəm. Çox bəyənirəm. Bura qəsmən şifahilikdə durmaq lazımdır. Mən belə dik dayana bilim. Kameraya görə bu qədər belə əyilmək oluram. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.